Xanımlar, bilirsiniz ki, mən bu cür alış-verişin evə alınıb göstərilməsinin tərəfdarı deyiləm. Düzdür, marketdə alış-veriş etdiyim zaman çəkməyin tərəfdarıyam. Amma gətirib evdə göstərməyin tərəfdarı deyiləm. Təbii ki, mən də əvvəllər göstərirdim, amma göstərsəm belə, yəni özümün də onun əleyhinə olduğumu qeyd edirdim. Ümumi alış-veriş edən zaman bazarda, nə bilim, mağazada, marketdə göstərmək olar. Amma bir-bir evdə açım, mən bunu yeyəcəm, mən bunu yeyəcəm, bu doğru deyil. Nəyəsə göstərdiyimiz zaman da tutaq ki, o niyyətə bağlıdır da, tutaq çərgə göstəririk, yerləşdirmə göstəririk falan. Bunlar olar. Yəni uzun zamanda bunları göstərmirəm və deyirəm doğru da deyil. İndi son videomun altında rəy bölməsində, əgər fikir versəniz, ancaq mən tənqid olunuram, ancaq videolarım artıq maraqlı deyil. Əvvəl videolarımın maraqlı olduğunu deyirlər. Əvvəl mən nə çəkirdim ki, mənim bütün kanalıma daxil olduğunuz zaman bütün kapaq fotoğraflarında yemək də var, şirniyyat da var. Düzdür, əvvəl daha çox edirdim. İndi mən iş qadınıyam. Biznes işim var falan. Təbii ki, bu işlərimə daha çox yer ayırıram. Yəni, nəyi demək istəyirəm? Mən belə şeylər göstərməyəcəm. Sadəcə indi göstərib demək istəyirəm ki, bundan sizə nə fayda? Mən evimə nə aldım, nə yedim? İndi oğlum gəlib alış-veriş edib onu sizə göstərirəm. Yəni, bunları mı istəyirsiniz? Bunlar mı sizin üçün maraqlıdır? Kənd yumurtası. Gəlimin ürəyi istəyib alıb. Bu nə marağı var sizə? Yəni mən göstərdim, nə marağı var sizə? Bu cür göstərdiyi başqaları sizdən maraqlı çəkir, ona görə onları izləyirik. Bunları mı izləmək istəyirsiniz? Təbii ki, mən bunları bir də göstərməyəcəm. Sadəcə xanımların iradına görə deyirəm. Bu cür açırlar, göstərirlər. Yəni, budur mu sizə maraqlı gələn? Yəni, bu qədər dar düşüncəli olmayın da. Yəni, məqsədim odur göstərməkdə. Bu da balam üçün. Mənim üçün. Yəni, bunları mı istəyirsiniz? Yəni, bunlar mı maraqlıdır? Bunlardan hansı fayda gördünüz? Hansı faydanı götürdünüz? Göstərdim. Hər oyun gələndə Allah canlarını sağ eləsin. İşləyirlər, əziyyət çəkirlər, əllərində paketlərindən gəlirlər. Bunları mı göstərsəm sizin üçün xeyirli olacaq? Bunları mı göstərsəm siz buradan fayda götürəcəksiniz? Budur mu sizin düşüncəniz? Təbii ki, göstərməyəcəm. Sadəcə sözümü sizə çatdırmaq üçün deyirəm. Mənim son videomu rəy bölməsinə baxın, hamısı deyir. Maraqsız çəkirsiniz, əvvəllər maraqlı idi. Yenə də deyirəm, əvvəllər qonşulardan da qara tavalar alıb təmizləyib sizə qaydasını göstərdim ki, belə edin. İndi mən işimi gücüm atım, özüm üçün qazanc əldə edirəm, biznes işim var. Atım gedim cəmaatdan qara qazanları alım, bir də ağardım sizə göstəreyim. Var da kanalımda, gedin baxın. Təmizlik sərgədir, bunu 100 dəfə deyirəm ki, əvvəl bir YouTube işlədirdim. Bəli. Hobbi olaraq hər detaylı səlgəni, səhmanı sizə göstərirdim. İndi mən telefonla, komandamda olan xanımlarla danışa-danışa mən burada yemək bişirirəm. Onu necə çəkim sizə göstərim? Hicabsız, yəni uyğun geyimlər olmur əynimdə, yəni mən necə bunu sizə göstərim? Yəni sonuc olaraq o işləri mən də görürəm. Gəlinim olmamışdan da bütün gördüyüm işləri görmüsünüz. Kanalımda da var, gedin izləyin. İndi mən sizin üçün daha faydalı çəkirəm. Sadəcə sizlər anlamırsınız. Mənə irad yazanlara demək istəyirəm. Yəni, budur mu sizin üçün faydalı videolar, maraqlı videolar? Düşüncənizi biraz genişləndirin. Bunların sizə heç bir faydası yoxdur. Salam aleykum, gözəl xanımlar. Xeyirli, hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Videonun əvvəlini bir neçə gün öncədən çəkmişəm. Artıq neçə gündür, yenə 6 gündür, ya bir həftədir video paylaşmıram. Videonun əvvəlini, o səsli çəkdiyim hissəni neçə gün öncədən çəkmişəm. Sonra üstünüzə sağlıq xanımlar, təzyiqim qalxdı. Ona görə neçə gündür video çəkə bilmirəm. Bu hissəni də elə özüm pis edirdim. Yəni, bu yemək falan bişirəndə çəkmişəm. Dünəndən də lap pis elədim özümü. Təcil yardım falan gəldi. İnanın, üzüm 230'a qalxmışdı. Üzüm, gözüm bütün şiş içərisində. Bilirəm, bəzi xanımlar yazırlar ki, niyə elə deyirsiniz, bizi negatifə yüşüyürsünüz falan. Sizlər mənim izləyicilərimsiniz. Təbii ki, soruşacaqsınız, niyə neçə gündür paylaşım etmirsiniz. Yəni, sizlərlə dərdləşirik də, elə deyəndə burada negativlik heç bir şey yoxdur.
Xanımlar, burada döşəmə plov edirəm. Əvvəl istədim 4 stəkan edim. Sonra elə hamısını əlavə etdim. 1 kiloqram düyün hamısını əlavə etdim. Biz deməli sultan düyüsü istifadə edirik, amma arada yanımızda marketdə yox idi. Oğlum belə basmati düyüsü alıb gətirmişdim. Yaxşı-yaxşı yuyuram. Sonra ilıq suda isladıram. Bir yarım saat, 1 saat qalır. Yəni burada heç özümdə deyildim. Bir an öncə istəyirdim ki, bitirim işimi. Elə bitər etdim, getdim. Çox üzr istəyirəm, mədəmədə soyuq olmuşdum. Çox üzr istəyirəm, belə qaytarma falan. Artıq neçə gün idi. Dünəndən də ki, lap təzyiqim qalxdı. Xanımlar, düyünü də sonra yaxşı-yaxşı yenində yuyuram. Aş üstündə suyu süzülür, su qaynayır, duzunu əlavə edirəm. Sonra belə süzürəm. Toyuğun da bir üzünü qızardıram, sonra çevirirəm, o bir üzünə soğan da əlavə edirəm. Əvvəlcə soğanlayıram, duzlu istiyotlayıram. Keçən dəfə gəlinim bişirdiyi zaman hamı demişdi, shorts videoda rəy bölməsində, bu necə döşəmə plovdur, bu necə döşəmə plovdur, nə bilim bizim tərəfin döşəmə plovunu görün. Burada xanımlar artıq yeyiblər uşaqlar, mən elə bu halini çəkib kənardan sizə göstərirəm. Çünki ancaq ki, yəni düyünü əlavə etdim, qazana örtdüm də, yəni o halda idim. Hətta videoda da səsim düşüb, çox pis hiss edirdim özümü, yəni səsini aldım. Xanımlar, mən bişirdiyim bir şey paylaşan zaman demirəm ki, mükəmməl döşəmə plov bişirmişəm. Onu gəlinim bişirmişdi. Mən də bir üzünü qızardıram, bir üzünü belə. Hər necə bişiririk, bişirdiyimizi paylaşırıq. Xoşunuza gəlməyə bilər. Amma hər kəsin bir damaq tadı var, ağız tadı var. Hamı eyni bişirəcək deyə bir şey yoxdur. Sonra 2 gün öncə, dünə yox, sırağa gün oğlum, balaca oğlum getdi alış-veriş etdi. Mən gedə bilmədim. Gəlin yerbəyer etmişdi, gəlinim yerbəyer etmişdi. Qalanlarını da mən durdum etdim. Toyuqlar doğrayıb yığmışdı, sümüklə əti yerbəyer etmişdi. Sonra Məlik qorxdu. Maşından qorxur xanımlar. Ona görə də gəldim, mən çəkdim əti falan. Çəkilmiş əti biz sümüksüz ət alırıq. Onlar da qalxıb, artıq 2-3 aydır 19 manat alırıq. Amma əvvəl 17.50 idi, 18 idi. Digər ətləri Günay yerbəyer etmişdi, bunları da mən etdim. Bir də yumurtalar soruşuram xanımlar. Yumurtaları bildiyimə görə yuyub qoymazlar. Amma belə də qoymaq olmur, mən yuyuram. İstədim sizdən də soruşuram, siz necə edirsiniz? Bilirəm ki, əslində deyir, yumaq olmaz. Belə, bilirəm, bəzilər deyəcək, gəlin niyə yerbəyer etməmiş? Gəlin hamısını sağ olsun yerbəyer etmişdi. Sadəcə onlar uşaq maşından qorxur deyə mən bunları etdim. Belə xanımlar, bunlar da dünən idi. Günay sinətini doğrayır. Mən də xanımlar, görürsünüz, göbələklər soyuram ağappaq, amma bilmirəm. Mən də bişəndə rəngi qaralır. Hər dəfə də xanımlar deyir, amma heç yadımda qalmır. Belə etsəz qaralmaz, belə etsəz qaralmaz. Qaynana gələn mətbəxdəyik. Günay bunları doğradı. Öz suyunu buraxır. Sonra göbələk əlavə edirəm üzərindən. Göbələk öz suyunu buraxır, sonra suyu çəkilir. Yağa düşəndə yağ əlavə edirəm, biraz qovururam. Burada da spagetti süzürəm, duzunu əlavə etdim. Spagettilər xanımlar, bəzi xanımlar görürəm ortadan belə qırırlar, mən qırmıram. Belə. Sonra böyük oğlum üçün, özüm üçün mən püre edirəm. Onlar digərlər spagetti yeyərlər. Səsimə görə üzrlə hesab edin xanımlar. Yəni biraz səsim belə də, yəni səhhətimlə bağlı. Neqativ səsini yükləmək istəmirəm. Xanımlar, göbələyin üzərinə əlavə edəcəm bu qaymaqları. Həmişə deyirdim, hər dəfə bir pendir alıram, unuduram. Xoşum lap gəlsə də, gəlməsə də unuduram. Gələn dəfə bilmirəm heç hansını almışdım. Amma axır ki, kəşf etmişəm özüm üçün bu mozzarellanı. Çox gözəl pendirdir. Səhər yemək üçün bu yağdan alıb yenə oğlum. Belə. Burada da Günay çoban salat edir. Xanımlar, spagettini süzəndən sonra yağ əlavə edirəm. Belə qarışdırıram.
Belə. Pürenin üzərinə qara istiot mən vurmuram. Qırmızı istiot, sarı köy. Süd əlavə edirəm. Düşmüyor bu videoda. Yağ əlavə edirəm. Ola bilər deyirsiniz ki, çoban salatı belə balaca lap olmur. İndi kim necə istəyir elə edir də. Böyük də edir, Günay belə balaca da edir. Mən də burada pendiri rəndədən keçirmişəm. Göbələyin də suyu çəkildi xanımlar. Yağa düşdü, yağını əlavə etdim. Mənim uşaqlarım biraz yağlı, yağı bol sevirlər. Yağda biraz qovururam. Yəni bir 3-4 dəqiqə qovururam. Hələ yerbəyer etmədiklərimiz də var. Belə burada da günah xiyardı, pomidordu, göyərtidir, göy soğandı. Həm də qırmızı soğandı. Böyük oğlum pendirlə sevir. Biz də pendirlə sevirik, amma yeməklə yediyimiz zaman pendir istəmirik. Amma oğlum belə sevir, onun üçün ayırdı boşqabda. Burada Günay özü üçün, yoldaşı üçün, bir də mənim üçün edir. Çünki digər oğlanlarım işdə də onlar axşam gəlirlər. Bunu üçümüz üçün edirdi. Xanımlar, 2 dənə qaymağı əlavə edirəm. Biraz qovrulduqdan sonra. Bu arada deməli göbələk 1 kiloqram yarım idi, gördünüz. Mən onun 1 kilosunu etdim. Yarım kilosunu ikinci oğlum üçün kartoşka ilə qızartdıq axşamı. Onu bu videoda yoxdur. 1 kiloqram etdim göbələk. Burada 4-ümüz yeyəcəyik də bunu. Günay, yoldaşım, mən, bir də balaca oğlum. Balaca oğlum da işlədi, axşam gələcək. Belə sizə yağlı görünə bilər, amma biz belə sevirik. Pendirini də əlavə edirəm xanımlar. 1-2 dəqiqə qalır, altını söndürürəm. Bugün katolikumuzun iş günüdür xanımlar. Katolikumuz dünən bitdi. Çox gözəl bitirdik. Katolikumuzun bitməyinə 4-5 gün qalmış. Artıq mən direktorluğum təsdiqləmişdim. Direktor rütbəmi təsdiqləmişdim. Komandamda olan xanımlar da yəni çox gözəl qazanc götürən xanımlar oldu. Yəni onların hər bir üçündə çalışdım. Belə. Sizlər də işləmək istəyən, qazanmaq istəyən, öz ayaqları üzərində dayanmaq istəyən xanımlar mənə şəxsi yaza bilərsiniz. Sizi qeydiyyatdan keçirərəm. Mənim komandamda işləyərsiniz. Burada da Günay deməli pankekdə bişirmişdi xanımlar. Videom sonlanmağa doğru gedir. Hər birinizi öpürəm. Allah amanda qalın. Allah əmanət olun. Bugünlük bu qədər olsun. Sadəcə neçə gündür, artıq bir həftədə paylaşım etmərəm deyə qısa da olsa paylaşım etmək istədim. Belə. Allah əmanət olun. Rəy bölməsində də WhatsApp qrupumun linkini də yerləşdirirəm. Nömrəmi də yazıram. Mənimlə əlaqə saxlayın. Gözəl xanımlar.